Buraxılış imtahanına hazırlaşırsan və mətnlərdə hələ də səhvin çıxır, diqqətlə qulaq as, mətnlərdə bu səhvi etmə. Baxın, buraxılış imtahanında bizə situasiya tipli suallar düşür və həmin sualda mətndən bir cümlə verirlər. Adətən bədii mətnlərdə olur ki, verilmiş mətni məcazlarla zənginləşdirib yenidən yazın ya da bədii təsvir ifadə vasitələri ilə zənginləşdirib yenidən yazın. Tutaq ki, mətnimizdə belə bir cümlə var. Teymur qayadan axıb gələn suyun səsini dinləyirdi. Bunu məcazlarla zənginləşdirib yazmaq lazımdırsa, abituriyentlərimiz nədə səhv eləyir? Götürür, tutaq dinləyirdi sözünün yerinə yazır ki, qulaq asırdı. Deyir, məcazi mənalı ifadə yazmışam da, diqqətli olun, sizdən məcaz istəyir ya da bədii təsvir ifadə vasitəsi istəyir. Sizdən frazeoloji birləşmə istəmir. Məcaz başqa şeydir, məcazi mənalı sözlər başqa şeydir. Məcaz deyəndə siz epitet, təşbeh, metafor, metonimi bunlardan yazmalısınız. Bu cümləni necə zənginləşdirə bilərik? Bax, Teymur qayadan axıb gələn suyun. Bax, bu suyun əvvəlinə nə yaza bilərik, zənginləşdirək? Teymur qayadan axıb gələn göz yaşı kimi dupduru suyun səsini şirin bir nəğmə kimi dinləyirdi. Gördünüz necə? Yəni əvvəlinə bənzətmələr yaza bilərsiniz ya epitet yaza bilərsiniz. Aydındırmı? Və ya məsələn qayanı zənginləşdirə bilərsiniz. Amma frazeoloji birləşmə istəmirsə, məcaz deyilsə frazeoloji birləşmə yazmaq olmaz. Bu qədər bu tip izahlarımızı istəyirsinizsə davamı gəlsin. Mütləq rəylər hissəsində bildirin. Bir də bizim mətn qruplarımıza qoşulmaq istəyirsinizsə, onlayn dərslərimizə qoşulmaq istəyirsinizsə, mətnləri daha da təkmilləşdirmək istəyirsinizsə, 055 597 0151 nömrəsinə WhatsApp-da yazırsınız, dərslərimizdə iştirak edə bilərsiniz. Onlayn dərslərimiz bütün fənlər üzrə mövcuddur. Bütün fənlər mövzunun başdan sona qədər izahı, bütün proqramın, eyni zamanda sınaq qruplarımızda da proqramın əvvəlindən sonuna qədər olan bütün materialların sınaq testləri təqdim olunur, izahları ilə birlikdə. Və ən əsası isə canlı sual-cavablarımız olur. Yəni canlı dərslərdə sual-cavablar olur. Canlı dərslərin də vaxtı hər kəsə uyğun olsun deyə axşam saatları olur ki, hər kəs evində olan vaxt olsun da, məktəbdə olan vaxt olmasın. Bu qədər faydalı oldusa bəyənməyi əsirgəməyin.